icazə versiz, Bəli. qardaşım onu özüm təqdim edim. Buyurun, buyurun Məhərrəm bəy. Müşfiq mənim qardaşım oldu. Bizim. Hamımızın qardaşımız oldu. Əlbəttə, Vəliyyəddin müəllimin oldu. Öz atası müəllimdir. Neçə illərdir, bəli. Çox birinci tərbiyəli oğlandı. Çox gözəl musiqi, bəli, istedaddır bu işi başdan ayağa, maşallah. Yəni ki, bir neçə dəfə bizim verilişimizdə olub, Fəridana xanım. Və digər verilişlər də dəvət edib artıq Müşfiqi. Ona görə də sən artıq bizim, belə deyək də, həmişəki qonağımızdan. Və çox sevindirici haldır ki, Məhərrəm bəy bayağı ifalara müraciət eləmir. Hər zaman xalq mahnılarına, filmlərdən musiqilərə, eşq olsun. Ona görə də Müşfiq, sən də xoş gəlmişsən, bu sözü sənə Hər veririk. vaxtınız xeyir olsun. Mən də sizləri salamlayıram, bizi izləyən bütün dəyərli tamaşaçılarımızı və mənə çox böyük bir qürur verici haldır ki, Rahilə xanımla, Mehmet bəylə bir səhnəni, bir efir bölüşürəm. Minnətdaram verilişimizin bu bölümündə, verilişimiz deyəcəm, çünki mən artıq buranın sakini və Kanal S olaraq rəhbərliyə təşəkkür bildirirəm. Artıq mən digər verilişdə də çağırırlar, çox sağ olsunlar. Mənə çox xoşdur, minnətdaram. Belə sizin verilişin sayəsində alınıb bu verilişlər. Minnətdaram, bu verilişinizin bu bölümü də uğurlu düşərli olsun inşallah. Arzu edirəm ki, Azərbaycanımızın hüdudlarının kənarda da baxılsın, sevilsin.